Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün təqribən 100-ə yaxın əhali məsələsinin izahlarına baxacağıq. Başlayaq məsələlərə. Ölkə əhalisi 2014-cü ildə 30 milyon nəfər, 2024-cü ildə isə 38 milyon nəfər olmuşdu. Keçən 10 il ərzində ölkəyə daimi yaşamaq məqsədindən 2,8 milyon nəfər gəlmiş, 1,3 milyon nəfər isə ölkəni tərk etmişdi. Hər 1000 nəfərə düşən təbii artımı müəyyən edək. Əvvəlcə mütləq artıma baxırıq. 30 milyon idi, edib 38. Demək 8 milyon mütləq artım müşahidə olunubdur. Bunun 1,5 milyonu mexaniki artım hesabındadır. Çünki 2,8 milyon gəlib, 1,3 milyon tərk edibdir. 1,5 milyonu mexaniki artım hesabınadırsa, təbii artım hesabına nə qədər qalır? 6,5 milyon nəfər. Tamam, o zaman təbii artımı soruşursa hər 1000 nəfərə, əgər 30 milyona 6,5 milyon nəfər artıbsa, 1000 nəfərə x olacaq. X bərabərdir 216 nəfər. Aradan da 10 il keçdiyinə görə bölürük 10-a edir 21,6 nəfər. Təbii artım demək hər 1000 nəfərə 21,6 nəfərə bərabər imiş. Təbii artım bir il ərzində hər 1000 nəfərə doğulanlar və ölənlər arasındakı fərqə deyilir. İkinci suala baxırıq. Əsasən şifahi hesablanmadır. Heç burada rəqəmsal hesablanmadan etməsəniz olar, istifadə etməsəniz olar. Diaqrama əsasən hansı ölkədə əhali sıxlığı daha yüksəkdir? Əhali sıxlığı necə hesablanır? Sıxlıq bərabərdir əhali bölək sahə. Demək ki, əhalinin sayı sahədən daha çox böyük olmalıdır ki, sıxlıq daha çox olsun. Bu da 4-cü ölkəyə uyğun gəlir. Davam edək. 2013-cü ildə əhali 120 milyon, 23-də isə 150 milyon olmuşdu. Orta illik artım faizi. Əvvəlcə ümumi artım faizini tapaq. 120 milyon 100% idi. 30 milyon artıb əhali. 30 milyon da x-dir. Tamam. X edir demək 25%. Bizə də orta illik dediyinə görə 25-i də bölürük aradan keçən ilə 10-a. Edir 2,5%. Cavab A bəndi. Sonra miqrasiya saldosu 0 olan A şərti ölkəsində 2014-cü ildə əhali 58 milyon nəfər, 24-də isə 67 milyon nəfər olmuşdu. Müvafiq olaraq ölkənin təbii artım tipini, demoqrafik keçid mərhələsini, həmçinin onun demoqrafik göstəricisi ilə uyğun olan ölkəni müəyyən etmək lazımdır. Tamam. Əhali 58 milyon idi. 58 milyona artıb 9 milyon nəfər. O zaman 1000 nəfərə x-dir. Bir dənə hesablayım. Təqribən x bərabərdir 155. Aradan da 10 il keçdiyinə görə bölürük 10-a. Edir 15,5. Təbii artım 15,5 isə demək burada təbii artımın ikinci tipidir. İkinci tipi isə C variantını çıxdıq. Daha sonra təbii artım 20-dən böyük olmadığına görə, yəni demoqrafik partlayış olmadığına görə biz ikinci mərhələdə götürənməliyik. İkinci mərhələləri çıxmaq lazımdır. Qaldı A variantı və Y variantı. Y bəndində isə Uqanda 3-cü mərhələyə aid deyil, o demoqrafik keçidin ikinci mərhələsinə aiddir.
Y bəndinə çıxdıq, qaldı cavab A variantı. Ölkə əhalisi 17 milyon nəfərdir. Əmək qaliyyəti ümumi əhali 80 demək, ümumi əhalinin 80%-ni təşkil edir. İşləmə qabiliyyəti olmayanlar 3,1 milyon nəfər olarsa, işləməkdən yayınanları tapaq. 17-nin 80%-ə baxaq görək nə qədərdir. 13,6. Tamam. Ümumi əhali 17 milyondur. 17-nin 80%, yəni 13,6-sı əmək qabiliyyəti əhali, 3,1-i əmək qabiliyyəti olmayan əhali, yerdə qalır işləməkdən yayınanlar x. 17-dən çıxacaq 13,6-nı və çıxacaq 3,1-i. Edəcək 0,3 milyon nəfər. Cavab B variantı. A ölkəsində 2019-cu ildə, 2009 daha doğrusu, əhalinin sayı 40 milyon nəfər, hər 1000 nəfərə doğulan 23, ölən isə 8. 2019-cu ildə əhalinin sayı 43 milyon nəfər olarsa, ölkə haqqında doğru olmayan fikir. Əvvəlcə görə təbii artım nə qədərdir? Doğulanlar 23, ölənlər 8, etdi 15 nəfər. Təbii artım 15 nəfərdirsə, bunu demoqrafik keçidin ikinci mərhələsi yox, üçüncü mərhələsi götürməyimiz daha uyğundur. Çünki ikinci mərhələdə demoqrafik partlayış müşahidə edilir. Təbii artım yüksəkdirsə emiqrasiyadır, yəni ikinci tipdirsə inkişaf etməkdə olan ölkədir. Sonra il ərzində təbii artım hesabına 600 min nəfər artır. 600 mini haradan alırıq? Demək, 1000 nəfərə 15 isə 40 milyona x-dir. X bərabərdir 600 min. Doğrudur. Əmək ehtiyatı artıqlığı problemi xarakterikdir. Bəli, təbii artım çünki ikinci tipdir. Bu variant da uyğun idi. 7-ci tapşırıq. Ölkə əhalinin sayı 6 milyon nəfər, urbanizasiya isə 55%-dir. Kənd əhalisinin sayını tapın. Əgər 55% şəhərdə yaşayırsa, 45% isə kənddə yaşayacaq. 6-nın 45%-ni tapmaq lazım idi. O da bərabərdir 2,7 milyon. Haiti və Dominikan Respublikası Haiti adasında yerləşir. 2015-ci ilin məlumatına görə Haitidə 10,1 milyon, Dominikanda isə 10,5 milyon əhali yaşayır. Dominikanda kənd əhalisi 4,2 milyon, Haitidə isə şəhər əhalisi 6,1 milyondur. Adada urbanizm səviyyəsini hesablayın. Adanın ümumiyyətcə ümumi əhalisini tapaq. Ümumi əhalisi 10,1, 10,5, 20,6. 20,6 götürsüz 100%. İndi şəhər əhalisini tapaq. Haitidə onsuz da şəhər əhalisi öz veribdir 6,1. Dominikanda isə 10,5 milyonun 4,2 milyonu harada yaşayır? Kəndlərdə. Demək, şəhərdə nə qədər əhali yaşayır? 6,3 milyon. 6,3 birində, 6,1 birində elədi 12,4 milyon. Şəhər əhalisi, ümumi şəhər əhalisi elədi 12,4 milyon. Buna da bir dənə x qoyuruq. X bərabərdir. Bir dənə hesablayaq. Təqribən başa görə haradasa səhv eləməmişik ki 12,4, 26,6 bir dəqiqə 10,5-dən 4,2-sini çıxanda 6,3 qalır. 26,6 yazmışam. Bu 20,6 olmalıdır. Tamam. İndi alınacaq cavab 60,1%, 60,19'da, o da 60,2 alınır. Cevap Y variantı edirdi.
Sonra növbəti suala keçirik bir dəqiqə. Tamam. Cədvəli nəzərə alaraq vermiş ölkələr üzrə artım tempi sabit qalarsa, əhalinin indikindən 2 qat, 2 dəfə çox olması üçün müvafiq olaraq hansı ölkədə daha az, hansı ölkədə daha çox vaxt tələb olunar? Burada əhalinin sayının heç bir önəmi yoxdur. Təbii artım önəmlidir. Təbii artım çoxdursa, özü qədər artması üçün daha az vaxt tələb olunacaq. Təbii artım azdırsa, özü qədər artması üçün daha çox vaxt tələb olunacaq. Ən çox olan Misirdir. Yəni ən tez Misir özü qədər arta bilər. Ən az isə təbii artım Danimarkadır. Ən gec isə Danimarka özü qədər arta bilər. Yəni cavab 4 və 3. Ölkə əhalisi 120 milyon nəfərə bərabərdir. Kənd əhalisi 20 milyon nəfər olarsa, urbanizasiyanı hesablayaq. Kənd əhalisi 20-dirsə, şəhər əhalisinə qalır 100 milyon nəfər. 120 100%, o zaman 100 milyon isə x. Baxaq görək nə qədər alınır. %83.3. Cavab Y variantı. 2020-ci ildə ümumdaxili məhsul 52 milyard, 2021-ci ildə isə 70 milyard olmuşdu. OİKən-ə görə işsizlik səviyyəsi necə dəyişməlidir? OİKən qanunu var idi. Bu qanuna əsasən iqtisadi qanunu idi. Əgər üdumu 2,5% artarsa, işsizlik 1% aşağı düşməlidir. İndi baxaq görək, burada üdumun neçə faiz artıbdır, onu hesablamaq lazımdır. 52 100% idi. 52-dən 70-ə qalxıbsa 18 milyard artıbdır. 18 də x-dir. Da x də bərabərdir. Təqribən 34,6 edir. Üdumu 34,6% artıbsa, onu da bölməliyik 2,5-ə. Baxaq görək, işsizlik neçə faiz aşağı düşübdür? O da 13,8% aşağı düşüb. 2,5-ə bölmək lazım idi sadəcə. Sonra növbət tapşırıq. Əhalisi 5 milyon 392 min 800 nəfər olan, əhali sıxlığı isə hər kvadrat kilometrə 14 nəfər olan Norveçin sahəsi 1 bölünsün 3 milyon miqyaslı xəritədə necə paletka ilə təsvir etmək mümkündür? Əvvəlcə Norveçin sahəsini tapaq. Norveçin sahəsini tapmaq üçün əhalinin sayını sıxlığa bölmək lazımdır. Yəni 5 milyon 392 1800-ü böləcəyik 14-ə. 5 milyon 392 800 bölək 14. O da bərabərdir 385,2 min. Sonra miqyas da verilibdir. Xərit üzərindəki əvvəlcə sahəni hesablayaq. Xərit üzərindəki sahəni tapmaq üçün həqiqi sahəni nəyə bölməliyik? Miqyasın kvadratına. 385.000 385.200-ü böləcəyik miqyasın kvadratı, yəni 30-un kvadratı. 30-un kvadratda edər 900. Bölək 900. Bərabərdir 428 santimetr kvadrat. Tamam, damıya çevirəndə isə nə iş görmək lazımdır? Əlbəttə ki, sadəcə 4-ə vurmaq lazımdır. Çünki 4 dama 1 santimetr kvadratdırsa, x damada 428 santimetr kvadratdır. 428 vurulsun 4. O da edər 1712. Cavab B variantı.
Sonra ölkədə əmək ehtiyatlarının sayı 50 milyon, işsizlərin sayı isə 15 milyondur. İşsizlik səviyyəsini və inkişaf səviyyəsini müəyyən edək. Tamam, əmək ehtiyatlarını həmişə 100% götürmək lazımdır. 50 milyon 100% isə işsizlər, yəni 15 də x-dir. X bərabərdir 30%. İşsizlik 30%-ə qədər qalxırsa, bu inkişaf etməkdə olan ölkədir. Cavab D bəndə. 14. Baxaq, üdum məsələsi düşübdür buraya, eybi yoxdur, baxaq görək. Ölkədə üdumun həcmi 40% ilə xarici şirkətlərin payına düşür. Ümumi isə 45 milyard manat olub, üdumunun 90%-nə bərabərdir. Baxaq, ümumi 45-dir və üdumunun 90%-nə bərabərdir. 90%-i 45 olan nədir? 50 milyard imiş demək ki, üdumu. Bu necə hesabladıq? Əgər 90%-i 45-dirsə, 100%-i x-dir. X bərabərdir 50. Tamam, üdumu tapdıq 50. Üdumunun da 40%-i xarici şirkətlərin payıdır. 50-nin 40%-i, yəni 20 milyardı xarici şirkətlərin payıdırsa, ölkə şirkətlərin daxildəki payına 30 milyard qalır. Tamam, ümumilikdə ölkə şirkətlərin daxildəki payı 30 milyarddırsa, ölkə şirkətlərin xaricdəki payına nə qədər qalır? 15. Cavab A variantı. Sonra ölkədə işsizlik səviyyəsi 15% olub. 15%. Fəal əhali isə 42,5 milyon nəfərdir. Əmək ehtiyatına daxil olmayan əhali 32 milyon nəfər olarsa, ölkə əhalinin sayını tapın. Əgər işsizlik səviyyəsi 15-dirsə, fəal əhali neçə faizdir? 85%dir. Tamam. 85%-i 42,5-dirsə, 100%, yəni əmək ehtiyatları x-dir. X bərabərdir 50 milyon. 50 milyon əmək ehtiyatı, 32 də əmək ehtiyatı olmayan. 50-nin üstünə də gələcək 32-ni, alacaq 82 milyon nəfər. Cavab B variantı. Sonra Uqanda Respublikasında 2014-cü ildə əhalinin siyahılmasına əsasən 34,6 milyon nəfər olduğu məlum olmuşdur. Təbii artım hər bir nəfərə 35 nəfər olduğu nəzərə alaraq 24-cü ildə əhalinin sayı nə qədər olar? Tamam. 35 1000 nəfərə 35-dirsə hər 1000 nəfərə 35, onda 34,6 milyona da x-dir. X bərabərdir. Baxaq görək nə qədər alınır. Bir milyon 211 min. Bir ildə əgər 1 milyon 211 min nəfər artırsa, aradan da 10 il keçibdi, ona vurmaq lazımdır. Edirdi təqribən x bərabərdir 12,1 milyon. Əhali 12,1 milyon artdı. Əvvəl də neçə idi? 34,6 idi. Heç 34,6-nın üstünə də gələcəyik 12,1. 34,6 plus 12,1. 46,7 milyon nəfər. D bəndə. Sonra ölkə əhalisinin sayı 14 milyon nəfərdir. Onlardan 3,6 milyonu 16 yaşa qədər olanlar, 10% təqaüdçülər, 0,5 milyon nəfər isə işləməkdən yayınanlardır. İşsizlərin sayı 2 milyon nəfər olarsa, işsizlik səviyyəsini hesablayın. Əvvəlcə əmək ehtiyatını tapaq. Əmək ehtiyatını tapmaq üçün 14 milyondan çıxmaq lazımdır uşaqları 3,6, sonra çıxacaq təqaüdçüləri 14-ün 10%-i 1,4-dür. Sonra çıxacaq işləməkdən yayınanlar, yəni 0,5-i. Baxaq görək nə qədər alınacaq. 14 çıxaq 3,4.
8.5. Demək əmək ehtiyatı 8.5 milyondur. Tamam, 8.5 milyon. Əgər 100%dirsə, 2 milyonda x-dir. O da deyir 23.5 C bəndə. On 8-ci sual. Ölkə əhalisi 110 milyon nəfərə bərabərdir. Kənd əhalisinin 50% artması ümumi əhalinin 10% artmasına səbəb ola bilər. Ölkədə urbanizasiyanı müəyyən edin. Baxaq, kənd əhalisinin 50% artması ümumi əhalinin 10% artmasına səbəb ola bilər. Ümumi əhali 110 milyondur. 10% görək nə qədər bərabərdir? 110 vuraq 10 bölək 100. O da bərabərdir 11 milyon. Demək, kənd əhalisi 50% artarsa, ümumi əhali 11 milyon nəfər artacaq. Kənd əhalisi görək neçə milyondur ki, onun 50%-i 11 eləyər. 50%-i 11 milyondursa, 100%-i x-dir. X bərabərdir 22. Tamam, kənd əhalisini tapdıq 22 milyon. 110-un 22-si kənd əhalisi isə, onda görə şəhər əhalisi nə qədər qalır? 110-dan çıxacaq 22-ni. 88 milyon. Şəhər əhalisi də oldu 88 milyon. O zaman ümumi əhali, yəni 110 milyon 100%-dir. 88-də x-dir. X bərabərdir 80%. Urbanizasiya demək ki, 80%-ə bərabər imiş. Ölkə əhalisi 2012-ci ildə 75 milyon, 2022-ci ildə isə 85 milyon nəfər olmuşdu. İl ərzində hər 1000 nəfərə doğulanlar 17, ölənlər isə 8 nəfər olarsa, keçən illər ərzində əhali mexaniki artım hesabına neçə milyon nəfər artıbdır? Əvvəlcə görək, təbii artım hesabından nə qədər artım müşahidə edilibdir. Əgər 1000 nəfərə 17-dən 8-in çıxanda 9 nəfər artıbsa, 75 milyon nəfərə x-dir. X bərabərdir 675 min nəfər. Aradan da 10 il keçdiyinə görə vurursunuz 10-a, bərabərdir 6,75 milyon. Təbii artım hesabına 6,75 milyon artıbdır. Bəs mütləq artım nə qədərdir? 75-dən baxaq görək, 85-ə kimi 10 milyon əhali var. Əgər bu 10 milyonu 6,75-i təbii artım hesabına atsa, yerdə qalır 3,25-i nə hesabına? Mexaniki artım hesabına. Cavab Y variantı. Daha sonra davam edirik. Ölkə əhalisi sayı 2016-cı ildə 72 milyon nəfər. Hər 1000 nəfərə təbii artım 14 nəfərdir. Mexaniki hərəkət nəticəsində ölkə əhalisi bir il ərzində 75 demək 1000 nəfər azalmışdır. Təbii artım və mexaniki hərəkətin göstəriciləri dəyişməzsə, 2021-ci ildə ölkə əhalisi nə qədər olar? Tamam. Hər 1000 nəfərə əgər 14-sə 72,5 milyona x-dir. X bərabərdir. Baxaq görək nə qədər eləyir. Bir milyon 15 min nəfər. Aradan da neçə il keçibdir? Aradan keçibdir. Demək 16-dan 21-ə qədər 5 il keçibdir. Tamam, aldığımız cavabı da 5-ə vuraq. Vuraq yəni 5. Bərabərdir 5 milyon 75 min nəfər.
Təbii artım hesabına əhali 5 milyon 75 min nəfər artdı. Yəni 72,5 milyon üstünə gələcəyik. 5 tam yüzdə mində 75 daha doğrusu mində 75. Və ondan da çıxmaq lazımdır. Əgər bir ildə 75 min nəfər ölkəni tərk edibsə, yəni azalıbsa, 10 ildə də, 5 ildə də təqribən azalacaq. 5 vurulsun 75. Yəni 375 min nəfər təqribən. Çıxaq 0,375 milyon. O da eləyəcək 77,2 milyon nəfər. Təbii artımı ümumi əhalinin üzərinə gəldik, mexaniki artımı isə çıxdıq. Sadəcə həm təbii artımı, həm də mexaniki artımı hesablayarkən aradan keçən illərin sayına vurmaq yaddan çıxmasın. (2008-də demək 26 milyon, 2018-ci il isə 32 milyon nəfər olmuşdu. Keçən il ərzində ölkə əhalisinin orta illik artım faizini müəyyən edin. Tamam, baxaq görək neçə milyondur. 26 100%'dir. Artım neçə milyon olubdur? 6 da x-dir. X bərabərdir. Baxaq görək nə qədər eləyir. 23%. Aradan neçə il keçibdir? Aradan da keçib 10 il. Bölürsən 10'a eləyir 2,3%. Ölkədə işsizlik 14% təşkil edir. Əmək qabiliyyətli əhali isə 5 milyondur. İqtisadi cəhətdən fəal əhali. Əgər 14% işsizdirsə, iqtisadi cəhətdən fəal əhali isə 86%-dir. Isə 5 milyonun 86%-ni tapaq. O da bərabərdir 4,3 milyon. Cavab D variantı. Ölkə əhalisinin sayı 35 milyon nəfərdir. İqtisadi cəhətdən fəal əhali onun 45%, işsizlər isə 7-dir. Əmək qabiliyyətli əhali. Onsuz da iqtisadi cəhətdən fəal əhali ilə işsizlərin sayı ikisi bir yerdə əmək qabiliyyətli əhalidir. O zaman elə biz 35'in 45 burada, 7 burada 52%'ni tapa bilərik. O da bərabərdir 18,2 milyon. Sonra davam edirik. Diaqramda 5 fərqli şərti ölkə göstərilmişdir. Urbanizasiya səviyyəsi daha yüksək olan. Urbanizasiya daha yüksək deyirsə, şəhər əhalisi kənd əhalisindən daha çox olanı götürmək lazımdır. Burada da baxırıq, şəhər kənddən daha çox olan hansıdır? 3-cü ölkə. Sonra ölkə əhalisi 10 milyon nəfərdir. Onlardan 3,5 milyonu 16 yaşa qədər. Ondan çıxdıq 3,5'in. 2 milyon nəfər təqaüdçü, çıxdıq 2'ni və 0,5 milyon nəfər isə işləməkdən yananlardır. Çıxdıq 0,5'i. Etdi, baxaq görək nə qədər eləyir. 4 milyon. Tamam, 4 milyon nəfər demək nəymiş bizdə? Əmək ehtiyatları imiş, əmək qabiliyyətli əhali imiş. İşsizlik səviyyəsi, işsizlər nə qədərdir? 0,6'dır. 4 əgər 100%'dirsə 0,6'da x-dir. Yəni əmək ehtiyatları 100%, işsizlər x%. X də bərabərdir 15% edər. Cavab Y variantı. Sonra 26. Cədvələ əsasən 2023-cü ildə ölkədə urbanizm səviyyəsini müəyyən edin. Nəzərə alın ki, xarici miqrasiya saldosu 0'dır. Demək, 2013-cü ildə əhali 50 milyon idi. 50 milyonu yazaq bura. Urbanizasiya səviyyəsi nə qədər idi? 40% idi. Demək, şəhərdə yaşayan əhali və burada yazaq kənddə yaşayan əhali. Şəhərdə yaşayan əhali 40% isə kənddə yaşayana 60% qalır.
50'nin 40%-i 20 milyon, 50'nin 60%-i 30 milyon. 13-cü ildə demək ki, şəhər əhalisi 20 milyon nəfər idi. Kənd əhalisi isə 30 milyon nəfər idi. Sonra şəhərdə təbii artım hər 1000 nəfərə 10 idi. 1000 nəfərə əgər 10-dursa 20 milyona x-dir. X bərabərdir 200 min. Bizə 23-cü ildə deyir dediyinə görə, 23 soruşduğuna görə aradan 10 il keçib 10 ilə vuracaqsan x bərabərdir 2 milyon edəcək. Tamam, kəndlərdə isə 20 nəfərdir təbii artım. 1000 nəfərə 20-dirsə 30 milyona x-dir. X bərabərdir 600 min. Yenə aradan 10 il keçdiyinə görə 10-a vurduq, elədir 6 milyon. Şəhər əhalisi 2 milyon artdı, kənd əhalisi isə 6 milyon artdı. Şəhər əhalisi elədi 22, kənd əhalisi elədi 36. Və deyir ki, keçən dövr ərzində kənddən şəhərə 4 milyon əhali köçübdü. 36-nın 4 milyonu verək şəhərə. Şəhər o zaman oldu 26, kənd isə oldu 32 milyon. Tamam. Ümumi əhali görək nə qədər edir o zaman. 26-nın üstünə 32 gələndə 58. Ümumi əhali elədi 58. 58 milyon götürəcəksiniz 100%. Şəhər əhalisi 26 milyon isə x%. Tamam, bu isə eləyəcək 45%. Cavab D variantı. Bu məsələyə baxarkən dayandırıb yavaş-yavaş izləməyiniz məsləhət görünür. Daha sonra növbət tapşırığa keçirik. 5 müxtəlif ölkədə 10 il ərzində əhalinin sayının dəyişməsi əks olmuşdu. Bütün ölkələrdə miqrasiya saldosu 0 olarsa, təbii artım daha yüksək olanı müəyyən edin. Baxırıq. 64 milyona bir hesablamaq lazımdır. 64 milyona 10 milyon artıbdır. O zaman 1000 nəfərə x qoyun. 90-a 10 milyon artıbdır. 1000 nəfərə x qoyun. 41 milyona 10 milyon artıbdır. 1000 nəfərə x. 14-ə 2 milyon artıbdır. 1000-ə x qoyub hesablayın. 204-ə 10 milyon artıbdır. 1000 nəfərdə x qoyub hesablayın. Cavab burada 3-cü ölkə olacaq. Az əhaliyə təbii artım daha çox artıbdır. Birbaşa cavabı tapmaq da mümkündür. Amma bir dediyim qayda ilə hesablayıb cavabı tapa da bilərsiniz. Fərqi yoxdur. 28. Ölkədə işsizlik səviyyəsi 20%, fəal əhali isə 20 milyondur. Əmək ehtiyatına daxil olmayan əhali 18 milyon nəfər olarsa, əhalinin ümumi sayını tapın. İşsizlik 20-dirsə, fəal 80-dir. Əgər 80%-i 20 milyondursa, əmək ehtiyatları, yəni 100%-i x-dir. X bərabərdir 25 milyon. Əmək ehtiyatı 25, əmək ehtiyatı olmayan isə 18. Elədir neçə? 43 milyon. A şərti adasında eyni sahəyə malik olan iki ölkə yerləşir. Ölkələrdə əhali sıxlığı müvafiq olaraq 50 və 90 nəfərdir. Adanın sahəsi demək 110 min kvadrat kilometr olarsa, adada yaşayan ümumi əhalinin sayını müəyyən edin. Tamam, burada adaların sahəsi eyni olduğuna görə orta sıxlığı tapa bilərik. 50 plus 90 bölək 2. Adada orta sıxlıq nə qədərlədir? 70 nəfər. Nəyə görə orta sıxlığı hesabladıq? Çünki sahələr eynidir. Bu səbəbə görə. Sahə fərqli olsaydı, amma orta sıxlıq da fərqli olardı. Bu cür hesablamaq mümkün olmazdı, belə desək. Biz də əhalinin sayını tapmaq üçün nə iş görməliyik? Sıxlığı vurmaq lazımdır sahəyə. 70-i vururuq 110 minə. O da 7,7 milyon nəfər edir. Cavab B bəndə.
Verilmiş göstəriciyə əsasən ölkədə istilik səviyyəsini hesablayın. Baxaq görək. Əmək ehtiyatına daxil olmayan əhali, işləməkdən yayınan fəal əhali. Əvvəlcə əmək ehtiyatını hesablayaq. 80 çıxaq 35 çıxaq 0.8. O da bərabərdir. Dəqiqə baxım görüm. 44,2 milyon. Bu bizim etdi əmək ehtiyatımız. Bəs fəal nə qədərdir? 32 milyon. Tamam, işçilər nə qədər qaldı görək? 12,2 milyon. O zaman fəal əmək ehtiyatları, yəni 44,2 milyon götür 100%. İşsizlərin sayı 12,2 milyonda x%. Bu da edəcək, baxın görüm neçə edir? 27,6%. Sonra davam edirik 31-ci sualına. Ölkədə 2013-cü ildə əhalinin sayı 60 milyon, urbanın səviyyəsi isə 70%-ə bərabər idi. 2023-cü ildə demək 2023-cü ildə əhali 75 milyon, kənd əhalisi isə 21 milyon nəfər olmuşdu. Şəhər əhalisinin neçə faiz artdığını müəyyən edin. Tamam. Əvvəl şəhər əhalisi, kənd əhalisi görək nə qədər idi? Demək 60-ın 70%-i 42. 42 milyon şəhər əhalisi idisə 18 milyon da kənd əhalisi idi əvvəllər. İndi ümumi əhali olubdur 75. Kənd əhalisi isə olubdur 21 milyon. Demək şəhər əhalisi nə qədər qalıbdır? 54 milyon nəfər. Əgər ümumi əhali 75 milyon 100%-dirsə 54 də x-dir. Hesablayaq görək neçə eləyir. Heç hesablamaq lazım deyildi, çünki urbanizasiyanı soruşmurmuş bizdən. Bizdən şəhər əhalisinin neçə faiz artdığını soruşur. Əvvəl şəhər əhalisi 42 idi, indi 54 olubdur. 42 100%-dirsə 12 milyon əhali artıbsa 12 də x-dir. X bərabərdir 12 vuraq 100 bölək 42. 28,5%. Cavab C variantı. Sonra 32-ci suala baxaq. Ölkədə əhali sıxlığı 20 il ərzində hər kvadrat kilometrə 30 nəfər artmışdır. Ölkə ərazisi 150 min kvadrat kilometr olarsa, orta illik artımı hesablayın. Tamam, baxaq görək. Ölkə ərazisi 150 min idi. Sıxlıq da 30 nəfərdir. 30 nəfər artıbdır. 150 mini vuracaqsınız 30-a. Aradan da 20-ni keçdiyinə görə böləcəksiniz 20-yə. Baxaq görək neçə edir. Əhalinin artımını tapacaqsınız. Ümumi artımı tapmaq lazımdır. Ümumi artımı tapdıqdan sonra isə aradan keçən ilin sayına bölmək lazımdır. 150 vuraq 30 bölək 20. 225 min nəfər. Cavab Y bəndə. Əvvəlcə ümumi əhali nə qədər artıqdır onu tapdıq. Daha sonra isə orta illik dediyinə görə illərin sayına böldük. Tamam, bunların içərisindən bir nisbətən fərqlisini tapım, fərqlisini izah edeyim. Sonra isə yaş cins piramidasına keçək. Çünki demək olar ki, hamısı yeni tipli məsələlərdir.
Hansı sualda problem olar? Dərs müddətində soruşarsınız həmin sualı. İndi keçək yaş cins piramidasına. 85-ci sual maraqlıdır. 85-ə baxaq. A şərti ölkəsində müxtəlif yaşayış məntəqələri üzrə əhalinin sayı təsvir edilmişdir. Şəhərdə yaşayan əhali 30 milyon, kəndlərdə yaşayan əhali demək 25 milyon, qəsəbələrdə yaşayan əhali isə 5 milyondur. Urbanizasiyanı tapın. Görək ümumi əhali nə qədərdir? 30-30-60. 60 milyon 100%-dir. Şəhər əhalisi deyən də həm şəhərdə yaşayan əhali, həm də qəsəbələrdə yaşayan əhali nəzərdə tutulur. Çünki qəsəbə əhalisi şəhər əhalisi tutasına malikdir. O zaman 35 milyonda x-dir. Baxaq görək nə qədər alır. 35 vurulsun 100 bölək 60. 58,3%-dir bəndə. Yaş cins piramidasına keçək. Daha sonra qayıdacağım bu məsələlərə yenidən maraqlılarına. Tamam, deyək ki 2025-ci ildə tərtib olunmuş yaş cins piramidasına əsasən neçənci illərdə ölkədə təqaüdçülərin sayında azalma müşahidə olunacaq? Pensiya yaşında nəzərə alaq ki 65-dən başlayır. Bu zaman siz piramidanın qırılma nöqtəsinə baxın. Görək hansı yaş aralığında təbii artımda azalma müşahidə edilibdir. Baxırıq ki 20-24 yaş aralığı. Və baxaq görək 20-24 yaşı olanlar neçə ildən sonra 65 yaş olacaq? O zaman 65-dən bir dəfə çıxırsan 24-ü, bir də 65-dən çıxırsan 20-ni. Bu edəcək 41, bu edəcək 45. Yəni 41 ildən sonra, 41-45 ildən sonra pensiya alanlarda azalma müşahidə olunacaq. Hal-hazırda əhalinin sayına, daha doğrusu il neçədir? 2025-ci il. 2025-in üstünə bir dəfə 41 gələcəksən, bir dəfə də 45 gələcəksən. Bu da eləyəcək 2066 və sonra 2070. 2060 və 2066 və 2070-ci illərdə həqiqətən də təqaüdçülərin sayında, pensiyalıların sayında azalma müşahidə ediləcək. Növbəti. Yenə 2025-ci ildə tərtib eləmişik piramidanı. Sual belədir ki, neçənci illərdə hərbi xidmətə gedənlərin sayında azalma müşahidə olunubdur. Yenə qırılma nöqtəsinə baxırıq. 25-29 yaş olanlarda qırılma nöqtəsi var. Hərbi xidmət neçənci ildən başlayır? Neçə yaşından başlayır? 18 yaşından. Tamam. 25-dən çıxacaqsan bir dəfə 18, bir dəfə də 29-dan çıxacaqsan 18. Bu edəcək 11, bu da edəcək 7. Demək 7-11 il əvvəl hərbiyə gedənlərin sayında azalma müşahidə edilibdir. Hal-hazırda 25-ci il olduğuna görə 2025-dən çıxacaqsan bir dəfə 7-ni, bir dəfə çıxacaqsan 11-i. Bu da eləyəcək 1-i 2018, bir də edəcək 2014. Demək ki 2014-2018-ci illərdə hərbi xidmətə gedənlərin sayında azalma müşahidə edilibdir. Başqa görək burada fərqli qeyri-adi məsələlərdən nə var? Həmin məsələni izah edim. Çoxsa oxşar sual olduğuna görə üstünə dayanmaq istəmirəm. Misal üçün 46-cı sualı izah edəcəm.
2020-ci ilin 1 mart tarixində A ölkəsində əhalinin sayı 50 milyon nəfər. Hər 1000 nəfərə doğulan 18, ölən isə 10 nəfər. Orta illik ölkəyə daimi yaşam məqsədindən gəlinlərin sayı 300 min, ölkəni tərk edənlərin sayı isə 100 min olarsa, təbii və mexaniki artım sabit saxlamaq şərti ilə 2021-ci ilin 1 dekabr tarixində ölkə əhalisi neçə milyon nəfər olar? Baxaq. Hər 1000 nəfərə 8 nəfər artıbsa, onda 50 milyona x olacaq, x artacaq. X-i tapdınız. Aradan neçə il keçibdir? 1 il 9 ay. 1 il 9 ayın 1,75 il deməkdir. 1,75-ə vuracaqsan. Miqrasiya hesabına baxırıq. 1 ildə təqribən 200 min nəfər artıbdır. O zaman 200 mini də aradan 1,75 il keçdiyinə görə 1,75-ə vuracaqsan. Aldığın bu iki cavabı toplayıb 50 milyon üstünə gəlmək lazımdır. Bir daha deyirəm, 1 il 9 ay 1,75 il deməkdir. Çünki 1-i saxlayırıq, 9 ayda 9-u 12-yə böləndə 0,75 edər. Sonra burada təkrar suallar da var. Həmçinin bənzər suallar çoxdur. Üstünə çox dayanmıram. Belə, hansı sualda probleminiz olar, yenidən soruşarsınız. Bax, bu 34-cü sualı izah eləməyə dəyər. 34 qismən fərqli idi. Urbanizasiya səviyyəsi 70% olan A ölkəsində ümumi əhalinin 54%-ni, şəhər əhalisinin isə 50%-ni qadınlar təşkil edir. Ölkə əhalisi 80 milyon nəfər olarsa, kənd əhalisinin tərkibinə daxil olan qadınların sayını müəyyən edin. Ümumi əhali nə qədərdir? 80 milyon. Urbanizasiyada 70 milyondursa, demək, şəhərdə, kənddə yaşayan ümumi əhali 80, 70, 8, 7, 56. 56 milyon şəhərlərdə yaşayır. Tamam, 24 milyon isə kəndlərdə əhali. Və deyir ki, demək, ümumi əhalinin 54%-ni nə təşkil edir? Qadınlar təşkil edir. Ümumi əhali 80 milyondur. Onun da 54%-i görək nə qədərdir? 80 vuraq 54. 43,2 milyon. 43,2. Ümumi əhalinin 43,2 milyonu qadınlardır. Və şəhər əhalisinin isə 50% qadınlardır. 56-nın da 50%, yəni 28 milyonu qadınlardır. Ümumi xanımların əgər 28 milyonu şəhərdə yaşayırsa, o zaman 43,2 çıxaq 28. Baxaq görək nə qədər edir. 43,2 çıxaq 28. 15,2 milyonu kəndlərdə yaşayacaq. Cavab E variantı idi.